Bir çox insanlar heç maraqlandırmır ki, dinə nisbət mənim nə vəzifəm var? Din üçün mən nə etmişəm? Din üçün mən nə etməliyəm? Dini necə qorumalıyam? Axı dinə qarşı mənim vəzifələrim var axı. Dinin uğrunda mən nələr etmişəm? Nələr etməliyəm? Hələ Allah məni yaradıb öz fərdi həyatımı yaşayam, gedim nə olur olsun, hardan olursun, tapım gətirəm, ailə uşağımı saxlayam, bu cür ölüb gedəm. Din hələ odur ki, kəbin kəsirəndə gələsən, ruhaniyə müraciət eləyəsən, bir də öləndə səni üzqübliyə bastırıb, nəsə oxusunlar. Din hələ budur. İnsanlar hələ bu cür düşündükləri üçün kölə vəziyyətinə düşüblər. İnsanlar bu cür fikirləşdikləri üçün neftləri, qazları, təbii sərvətləri qarət olur. Hüquqları tapdalanır, kölə vəziyyətinə düşürlər, zəlil olurlar, öz vətənlərindən mühacirət etməyə məcbur olurlar. Din ümumiyyətlə nədir? Gəl əvvəl insan onu fikirləşə. Din nədir? Din qanun toplusudur. Din qanunlar toplusudur ki, Allah təbarək və Teala insanın hidayəti üçün göndərib, insan həyatın bu dinin qanunları üzərində qursun və səadətli, xoşbəxt həyat tərzi yaşasın.